Herkese salam. Bugün sizlerle 6. sınıf riyaziyyat işlevlərinin səhifə 15-dəki tapşırıqların izahlarına baxacaq. 11 nömrəli tapşırıqdan başlayaq. Kəsirləri ortaq məxrəcə gətir və müqayisə et. Məxrəcləri müxtəlif olan kəsirləri müqayisə etməyin yollarından biri də ortaq məxrəcə gətirərək müqayisə etməkdir. Kəsiri ortaq məxrəcə gətirmək üçün də məxrəclərin əkobunu tapmalıyıq. Baxın, A variantından başlayaq. 2 dənə kəsir verilib. Kəsirlərin məxrəclərindən biri 10-dur, digəri 15-dir. Bunları ortaq məxrəcə gətirməliyik. Bilirik ki, ortaq məxrəcə gətirmək üçün də məxrəcdəki ədədlərin əkobunu tapırıq. Yəni 10 ilə 15-in əkobunu tapırıq. 10 ilə 15-in əkobunu tapmaq üçün də hər birini sadə vurğulara ayırıram. 12-yə bölünür 5 dəfə, 5 5-ə bölünür 1 dəfə. 15 3-ə bölünür 5 dəfə, 5 də 5-ə bölünür 1 dəfə. Bərabərdir. İndi bunların əkobunu tapmaq üçün hər hansı birinin sadə vurğularının hasilini yazırıq. Birinci 10-un sadə vurğularının hasilini yazıram. 2 vurulsun 5. Baxıram 15-in sadə vurğularının hansı yoxdursa əlavə edirəm. 3 yoxdur, əlavə etdim. İndi bu hasili tapıram. Buradan da alınır 30. Deməli bu ədədlərin əkobu 30-a bərabərdir. Əkobu 30-a bərabərdirsə, indi də bunların məxrəcini 30 ilə əvəz edək. Baxın, məxrəcdə 30 yazıram. Birinci kəsrin məxrəci 10-dur, indi isə 30 olub. Deməli, məxrəci nəyə vurmuşuq? 3-ə vurmuşuq. 10-u 3-ə vurmuşuq ki, 30 almışıq. Deməli, sürəti də 3-ə vurmalıyıq. Yəni, 3-ü də 3-ə vururuq, alınır 9. Çünki kəsrin əsas xassəsi var. Kəsrin sürət və məxrəcini eyni bir ədədə vurduqda və ya böldükdə kəsirin qiyməti dəyişmir. Yəni, buradan belə bir qənaətə gəlirik ki, onda 3 30-da 9-a bərabərdir. Çünki əgər mən məxrəci hər hansı bir ədədə vurmuşamsa, sürəti də mütləq həmin ədədə vurmalıyam. İndi baxın, ikinci kəsirə 15-i 2-yə vurmuşuq, alınıb 30. Deməli, sürəti də, yəni 7-ni də 2-yə vurmalıyıq, alınır 14. İndi kəsirlərin məxrəcləri eynidir. Sürətlərindən böyük olan kəsir böyük olur. Yəni 30-da 14 daha böyükdür. Belə. Ona görə deyirik ki, baxın, ikinci kəsir birincidən daha böyükdür. İndi isə keçək B variantına baxaq. B variantında məxrəcləri, ortaq məxrəcə gətirək kəsirləri. Bunun üçün məxrəcin əkobunu tapırıq. Baxın, yazıram. Əkob 11, 13. Bu ədədlərin əkobunu mən şifahi tapıram. Niyə? Çünki bu ədədlər qarşılıqlı sadədir. Qarşılıqlı sadə olduqlarında deməli şifahi şəkildə bilirəm. Niyə? Çünki biz demişik ki, ardıcıl tək ədədlər hər zaman qarşılıqlı sadə olur. 11 ilə 13 ardıcıl tək ədəddir. Buna görə də qarşılıqlı sadədir. Qarşılıqlı sadə olduqlarına görə bunların əkibi bunların hasilinə bərabərdir. Yəni elə 11 vur 13-ə bərabərdir. 11-i də 13-ə vuranda alınır 143. Deməli bu ədədlərin əkibi 143-dür. Yəni bunlar üçün ortaq məxrəc 143-dür. Hər iki kəsirin məxrəcinə 143 yazıram. Baxın, birinci kəsirin məxrəci 11 idi. 11-i neçəyə vurmuşuq? 143 alınıb 13-ə. Deməli, sürəti də 13-ə vurmalıyıq. Yəni, 4-ü də 13-ə vurmalıyıq, alınır 52. İkinci kəsirin məxrəci 13-dür, olub 143. Deməli, neçəyə vurmuşuq? 11-ə. Sürəti də 11-ə vurmalıyıq. Yəni, 5-i də 11-ə vururam, alınır 55. İndi 55 52-dən böyük olduğuna görə biz deyirik ki, ikinci kəsir birinci kəsirdən böyükdür. Çünki kəsirləri müqayisə edən zaman demişik ki, məxrəcləri bərabər olan kəsirlərdən sürəti böyük olan kəsir daha böyük olur. 55 52-dən böyük olduğu üçün 143-də 55 daha böyükdür. Yəni ikinci kəsir 13-də 5, 11-də 4-dən daha böyükdür. Belə. İndi keçək C variantına baxaq. C variantında da ortaq məxrəci gətirək. Təbii ki, bunun üçün də bilirik ki, nə etməliyik? Məxrəclərin əkobunu tapmalıyıq. Baxın, yazıram buradan. Əkob 64 48. Əkob 64 48. Əkobu tapmaq üçün bilirik ki, ədədləri nə edirik? Sadə vurğulara ayırırıq. 64 2-yə bölünür 32 dəfə. 32 2-yə bölünür 16 dəfə. 16 2-yə bölünür 8 dəfə. 8 2-yə bölünür 4 dəfə. 4 2-yə bölünür 2 dəfə. 2 də 2-yə bölünür 1 dəfə. Belə. İndi 48-i sadə vurğulara ayıraq. 48 2-yə bölünür 24 dəfə, 24 2-yə bölünür 12 dəfə, 12 2-yə bölünür 6 dəfə, 6 2-yə bölünür 3 dəfə, 3 də 3-ə bölünür 1 dəfə. Sadə vurğulara ayırandan sonra əkoblarını aşağıda yazıram. Baxın, hər hansı birinin
Sadə vurğularının hasilini yazıram. Birinci 64'ün sadə vurğularının hasilini yazıram. Daha sonra 48'in sadə vurğularından baxıram hansı burada yoxdursa əlavə edirəm. Təkcə 3 yoxdur. 3'ü də əlavə edirəm. Bu da bərabər olur. Deməli 192-yə. Bu hasil 192-yə bərabərdir. Deməli bu ədədlərin əkubu 192-dir. Əkub 192-dirsə, deməli bu ədəd kəsirlər üçün ortaq məxrəc 192-dir. İndi gəlin məxrəcləri 192 ilə əvəz edək. Baxın, hər bir kəsirin məxrəcinə 192-ni yazıram. İndi 192 64'ü neçəyə vuranda 192 eləyir? Bunu tapmaq üçün təbii ki 192-ni 64'ə bölüb tapa bilərik. 3'ə vuranda. Deməli biz məxrəci 3'ə vurmuşuq, 192 almışıq. Sürəti də mütləq 3'ə vurmalıyıq. 3 dəfə 9 27. 48'i 4'ə vuranda alınır 192. Deməli biz sürəti də yəni 7'ni 4'ə vurmalıyıq. 7'ni 4'ə vuranda alınır 28. İndi sürətlər bərabər oldu. 28 27'dən böyük olduğu üçün ikinci kəsir birincidən böyük olur. Çünki demişik ki, bağışlayın məxrəclər. Məxrəclər bərabər oldu. Yəni məxrəc bərabər olandan sonra sürəti müqayisə edirik. Sürəti böyük olan kəsir böyük, kiçik olan kəsir isə kiçik olur. Belə. İndi davam edək D variantı ilə. Məxrəclərin əkubunu tapaq. Baxın. Əkub 90 180. Bunu da mən şifayı tapıram. Deyirəm ki, bunların əkubu 180'ə bərabərdir. Niyə? Çünki biz demişik ki, əgər bir ədəd digərinə bölünürsə, bunların əkubu bölünənə bərabər olur. 180 90'ı tam bölünür 2 dəfə. Deməli bunların əkubu bölünənə bərabərdir. Bölünən də 180'dir. Əgər əbub tapmaq istəsəydik, təbii ki, belə olan halda əbub bölənə bərabər olur. Əkubu tapdıq. İndi məxrəcləri əkub ilə əvəz edək. Hər iki kəsirin məxrəcinə 180 yazıram. İkinci kəsirə baxırıq. Məxrəc 180'dir. Elə burada 180'dir. Ona görə də olduğu kimi qalır. Sürətdə olduğu kimi qalır 13. Birinci kəsirə diqqət yetirək. Məxrəc 90'dır. 90'ı 2 vurmuşuq, almışıq 180. Deməli sürəti də 2 vurmalıyıq. Yəni 7'ni də 2 vurmalıyıq. Alınır 14. 14 13'dən böyük olduğu üçün 180'də 14'də 180'də 13'dən böyük olur. Yəni birinci kəsir ikinciden böyük olur. Belə. 12 nömrəli tapşırığa baxaq. Deyir ki, sürəti bərabərləşdirməklə kəsirlərini müqayisə et. İndi baxaq, bu nümunə verilib burada 29'a 4, 37'də 6. Bu kəsirlərin sürətlərini bərabərləşdirib hər ikisini 12 eləyiblər. İndi gəlin biz A variantına baxaq. Birinci kəsirin sürəti 2'dir, ikinci kəsirin sürəti 4'dür. Hər ikisini 4 edə bilərik. 4 etmək üçün, baxın, birinci kəsirin sürəti 2'dir. 2'ni 2'yə vurmalıyam. Sürəti nəyə vurdumsa, məxrəci də mütləq həmin ədədə vurmalıyam. Daha sonra ikinci kəsirin sürəti onsuz da 4'dür. Heç bir dəyişiklik olmur. İndi gəlin baxaq. 2 vur 2 4. 31 vur 2, yəni eləyir 62. İkinci kəsirdə olduğu kimi qalır. İndi baxırıq. Sürətlər bərabərdir 4'dür. Sürətləri bərabər olan kəsirlərdən demişik ki, məxrəci kiçik olan kəsir böyük, böyük olan kəsir isə kiçik olur. Deməli, məxrəci kiçik olan kəsir hansıdır? 61'də 4. Deməli, bu kəsir daha böyükdür. Yəni, ikinci kəsir birincisindən böyükdür. Belə. İndi gəlin, keçək B variantına baxaq. B variantında baxaq, sürəti neçə elə bilərik? Baxın, biz məxrəci bərabərləşdirən zaman, yəni ortaq məxrəci gətirən zaman məxrəclərin əkubunu tapırdıq. Sürəti bərabərləşdirən zaman da biz sürətlərinin əkubunu tapıb bərabərləşdirə bilərik. 6 ilə 7'nin əkubu 42'dir. Gəlin hər iki kəsirin sürətini 42 edək. Düşünək ki, birinci kəsirin sürətini 42 etmək üçün 6'nı nəyə vurmalıyıq? 7'yə. Deməli, məxrəci də 7'yə vurmalıyıq. İkinci kəsirə baxaq. 7'ni 42 eləmək üçün nəyə vurmalıyıq? 6'ya. Deməli, ikinci kəsirin məxrəcini də 6'ya vurmalıyıq. İndi gəlin tapaq. 6 vur 7 eləyir 42. 41 vur 7 alınır. Deməli, 287. İkinci kəsirə baxaq. 7 vur 6 42. 48 vur 6 288. Sürətlər bərabərləşdi 42 42. İndi baxırıq.
Belə olan halda məxrəci kiçik olan kəsir daha böyük olur. Yəni birinci kəsir ikincisindən böyük olur. Belə. Davam edirik C variantı ilə. Gəlin baxaq. Deməli, sürətlərində birində 2 yazılı, birində 3. Biz bunları bərabərləşdirməliyik. 2 və 3-ün əkobu neçədir uşaqlar? 6-dır. Deməli, biz bu kəsirlərin hər ikisinin sürətini 6 edə bilərik. Necə edə bilərik? Baxın, birinci kəsirin sürəti 2-dir. 2-ni neçəyə vurmalıyam ki, 6 olsun? 3-ə. Deməli, sürəti 3-ə vurdumsa, məxrəci də 3-ə vurmalıyam. Məxrəci də 3-ə vururam. Baxın, ikinci kəsirə. Sürəti 3-dür. 3-ü necə 6 edə bilərəm? 2-yə vurmaqla. Deməli, sürəti 2-yə vurmuşamsa, 6 eləmişəmsə, deməli, məxrəci də 2-yə vurmalıyam da. Belə. İndi gəlin, aşağıdan bunların qiymətlərini yazım. 2 vur 3 elədi 6. 39 vur 3 eləyir 117. Sonra ikinci kəsirə baxım, 3 vur 2 6, 59 vur 2 118. Gördüyünüz kimi bu kəsirlərin sürətləri eynidir. Məxrəcləri isə müxtəlif. Demişik ki, sürətləri bərabər olan kəsirlərdən məxrəci böyük olan kəsir kiçik, kiçik olan kəsir isə böyük olur. Deməli, 117 118-dən kiçik olduğuna görə bu kəsir daha böyük olur. Belə. Deməli, birinci kəsir ikincidən böyükdür. C variantı da belə olur. Keçək D variantına baxaq. D variantına baxaq. D variantında yazılıb ki 8-də 19, bağışlayın 19-da 8, 35-də 12. İndi baxırıq, bu kəsirlərin sürətləri biri 8-də biri 12-dir. Bunları bərabərləşdirməliyik. 8 və 12-nin əkobu neçədir? 24. Deməli, hər iki kəsirin sürətini 24 edə bilərik. Necə edə bilərik? 8-i neçəyə vurmalıyıq ki 24 olsun? 3-ə. Deməli, mən 19-u da 3-ə vurmalıyam. Daha sonra 12-ni neçəyə vurmalıyam ki 24 olsun? 2-yə. Deməli, 35-i də 2-yə vurmalıyam. Belə. İndi baxaq. Deməli, birinci kəsirin sürəti nə oldu? 8 vur 3, yəni 24. Məxrəci nə oldu? 19 vur 3. 57. 57 edir. İkinci kəsirin sürəti 12 vur 2, yəni 24. Məxrəci də 35 vur 2, yəni 70. İndi baxın, sürətlər bərabər oldu. Məxrəclərdən kiçik olan kəsir böyük olur. Məxrəci kiçik olan 57-dir. Deməli, 57 də 24, 70 də 24-dən böyükdür. Yəni, birinci kəsir ikincidən böyükdür. Baxın, belə. Bunu da yazdıq. İndi bundan sonra keçirik. Baxaq 13 nömrəli tapşırığa. 13 nömrəli tapşırıqda deyilir ki, kəsirləri ortaq məxrəcə gətir və hesabla. Görürsünüz ki, kəsirlərin məxrəcləri müxtəlifdir. Biz bilirik ki, məxrəcləri müxtəlif olan kəsirləri toplamaq üçün onları ortaq məxrəcə gətirməliyik. Ortaq məxrəcə gətirmək üçün də məxrəclərin əkobunu tapırıq. Yəni, ortaq məxrəcə gətirmək üçün A variantına baxırıq. Biz 15 ilə 16-nın əkobunu tapmalıyıq. Əkob 15, 16. Uşaqlar, bu ədədlər qarşılıqlı sadə ədədlərdir. Biz də demişik ki, qarşılıqlı sadə ədədlərin əkobu onların hasilinə bərabər olur. Yəni, bu ədədlərin əkobu 15 vur 16-ya bərabərdir. 15-i də 16-ya vuranda deməli alınır 240. 240. Bəli. Deməli bu ədədlərin əkobu 240-dır. Yəni bunların məxrəcləri 240 olur. Baxın, yazıram. 15-də 2 üzərinə gəlinsin 16-da 1 bərabərdir. Ortaq məxrəc bunlar üçün yazıram 240. Baxın. Birinci kəsirin məxrəcini də 240 eləyirəm. İkincisini də məxrəcini 240 eləyirəm. Sonra, indi birinci kəsirin məxrəci 15-dir. 15-i 16-ya vurub 240 almışıq. Deməli, sürəti də 16-ya vurmalıyıq. Yəni, 2-ni də 16-ya vurmalıyıq. 2-ni 16-ya vuranda alınır. Neçə? 32. Sonra, ikinci kəsirin məxrəci 16-dır. 16-nı 15-ə vurmuşuq, 240 almışıq. Deməli, sürətdə 15-ə vurmalıyıq. Yəni, 1-i də 15-ə vurmalıyıq. 1-i də 15-ə vuranda alınır 15. İndi məxrəclər eyni oldu. Bunları da məxrəcləri bərabər olan kəsirlər kimi toplayırıq. 240 yazırıq məxrəcdə, sürətləri toplayırıq. 32 üstə gəl 15. Burada da alınır 47. Belə. Başqa tür necə elə bilərik? Başqa tür deyil, elə eyni yoldur. Baxın, ortaq məxrəc 240 oldu. Tutaq ki, nə edirsiniz? 240-ı bölürsünüz 15-ə.
Neçə eləyir? 16. Bunu bu papaq hissədə yazırsınız. Baxın. 16. Tamamlayıcı vuruqdur. 240-a sonra bölürsünüz 16 eləyir 15. 15'i de ikinci kəsirin başında yazırsınız. Sonra 2'ni vursunuz 16'ya neçə eləyir? 32. Ortada üstəgəlməsi üstəgəlmə yazırsınız. Sonra 1'i de vursunuz 15 eləyir 15 buraya yazırsınız. Sonra məxrəc qalır 240. Sürətdəki ədədləri toplayırsınız. 32 üstəgəl 15 eləyir 47 sürətə yazırsınız. Baxın belə də yaza bilərik. Keçək bundan sonra baxaq B variantına. B variantında da ortaq məxrəcə gətiririk. Ortaq məxrəcə gətirmək üçün də biz məxrəcdəki ədədlərin əkobunu tapmalıyıq. Gəlin yazaq. Əkob 65, 78. Əkob tapmaq üçün bilirik ki, ədədləri sadə vurğulara ayırmalıyıq. 65 5'e bölünür 13 dəfə, 13 də 13'e bölünür 1 dəfə. 78 2'ye bölünür 39 dəfə. 39 3'e bölünür 13 dəfə. 13 də 13'e bölünür 1 dəfə. Belə. Beləliklə sadə vurğulara ayırdıq bunları. İndi əkob tapan zaman ədədlərin hər hansı birinin sadə vurğularının hasilini yazırıq. Baxın buradan yazıram. Məsələn 65'in sadə vurğularının hasilini yazıram. 5 vur 13. Digərinin sadə vurğuna baxıram. Hansı yoxdursa əlavə edirəm. 2 burada yoxdur. 78'in sadə vurğularından 2 yoxdur, əlavə edirəm. Vur 2. 3 yoxdur, əlavə edirəm. 13 var. 13'i əlavə etmirəm. İndi bunların hasilini tapıram. 5'i vururam 13'e alınır 65. 65'i vururam 2'ye alınır deməli 130. 130'u da 3'e vururam alınır 390. Deməli bu ədədlərin əkobu 390'dır. Deməli ortaq məxrəc bunlar üçün neçədir? 390'dır. Gəlin məxrəcə 390 yazaq. Ortaq məxrəcə gətirək. Baxın. Sual təzən yazıram. 65'də 2 üstə gəl 78'də 7. Ortaq məxrəc oldu 390. 390'ı bölürəm 65'e. Burada alınır 6. Baxın 6'nı birinci kəsirin üstündə yazıram belə. Sonra 390'ı bölürəm 78'e alınır 5. 5'i də burada yazıram. Belə. Deməli sonra nə edirəm? 6'nı 2'ye vururam. 2'ni tamamlayıcı vurğa, yəni 6'ya vururam. Eləyir 12 birinci kəsim sürətinə yazıram. Üstə gəl. 7'ni 5'e vururam 35 bərabərdir. Sürətdəki ədədləri toplayıram alınır 47. Məxrəcdə də olur 390. Beləliklə ortaq məxrəcə gətirərək hesablamış oldum. Sonra keçək C variantına. Yenə də ortaq məxrəcə gətirək. Bunun üçün 24 ilə 36'nın əkobunu tapmalıyam. Yazıram əkob 24 36. Sadə vurğulara ayırıram hər ikisini. 24 2'ye bölünür 12 dəfə, 12 2'ye bölünür 6 dəfə, 6 2'ye bölünür 3 dəfə, 3 də 3'e bölünür 1 dəfə. 36'nı sadə vurğulara ayıram. 36 2'ye bölünür 18 dəfə, 18 2'ye bölünür 9 dəfə, 9 3'e bölünür 3 dəfə, 3 də 3'e bölünür 1 dəfə. Sadə vurğulara ayırdım. Bərabərdir. İndi 24'ün sadə vurğularını hasilini yazıram. 2 vur, 2 vur, 2 vur, 3. Sonra ardınca vurulsun. 36'nın sadə vurğularının hansı yoxsa əlavə edirəm. Baxın 2 ilə 2 burada var, əlavə etməyə ehtiyacı yoxdur. 3 var, əlavə etməyə ehtiyacı yoxdur. Amma ikinci 3, baxın bu 3 burada yoxdursa bunu mütləq əlavə edirəm. Vur 3 bərabərdir. İndi hasil tapıram. 2 vur 2, 4, 4 dəfə 2, 8. 3 dəfə 8, 24. 24'ü də 3'e vuranda alınır 72. Deməli bu ədədlərin əkobu 72 bərabərdir. Mən ortaq məxrəci tapdım ki, bunlar üçün ortaq məxrəc 72'dir. İndi gəlin ortaq məxrəci gətirək və cəmi tapaq. Cəm yox, daha doğrusu burada fərqdir. Baxın 24'də 7 çıxılsın 36'da 5 bərabərdir. Ortaq məxrəc bunlar üçün 72 idi. 72'ni bölürəm 24'ə. Alınır 3. 3'ü birinci kəsirin üstündə yazıram. 72'ni bölürəm 36'ya alınır 2. İkinci kəsirin üstündə yazıram. 7'ni vururam 3'ə 21. Fərqidirsə ortada da çıxma yazıram. 5'i də vururam 2'yə 10. Bərabərdir 72. Sürətdəki ədədləri çıxırıq. Baxın. Deməli 21'dən 10 çıxanda da qalır 11. Alındı 72'də 11. Belə. İndi keçək digər varianta. Baxaq, D variantına baxaq. 3 dənə kəsir verilib və ortaq məxrəcə gətirməklə bunların cəmini tapmalıyıq. Məxrəclər müxtəlifdir. Üçünün də əkobunu tapmalıyam. Baxın, yazıram. Əkob 14 28 42.
Üçünü də sadə vurğulara ayırıram. 14 hansı sadə ədədə bölünür? 2-yə bölünür 7 dəfə. 7 7-yə bölünür 1 dəfə. 28 hansı sadə ədədə bölünür? 2-yə bölünür 14 dəfə. 14 2-yə bölünür 7 dəfə. 7 də 7-yə bölünür 1 dəfə. 42 hansı sadə ədədə bölünür? 2-yə bölünür 21 dəfə. 21 3-ə bölünür 7 dəfə. 7 də 7-yə bölünür 1 dəfə. Əküb tapan zaman. Birinci başlayırıq. 14-ün sadə vurğularının hansını yazıram? 2 vur 7. Sonra baxıram. 28-in sadə vurğularının hansı burada yoxsa əlavə edirəm. Baxın. 2 var. Birinci 2 var. Amma ikinci 2 yoxdur. Onu mütləq əlavə etməliyəm. 7 var, əlavə etmirəm. Sonra keçirim 42. 42-in sadə vurğularının hansı yoxsa əlavə edirəm. 2 var. 3 yoxdur. 3-ü əlavə edirəm. 7 var. 7-ni əlavə etmirəm. İndi bu hasili tapıram. 2 vur 7 14. 14-ü 2-yə vuranda alınır 28. 28-i də 3-ə vururam. Alınır 84. Deməli, bu kəsirlər üçün ortaq məxrəc tapdım ki, neçə olmalıdır? 84 olmalıdır. İndi gəlin hesablayaq. Baxın. Hesablayaq. Deməli, sualı buradan yazın bir də. 14-də 5 üstə gəlinsin. Bir dəqiq, 14-də 5 üstə gəlinsin 28-də 3. Üstə gəlinsin 42-də 1. Ortaq məxrəci tapdıq ki, bunlar üçün 84-dür. Baxın, 84-ü bölürü birinci kəsirin məxrəcinə, yəni 14-ə. Neçə dəfə bölünür? Deməli, 6 dəfə. 6 dəfə. 6-nı yazırıq birinci kəsirin üstündə. Baxın, 84 bölünür 28-ə. Neçə dəfə bölünür? 3 dəfə. 3-ü də burada yazırıq. Sonra 84 bölünür 42 2 dəfə. İndi 5'i vuruq 6'ya elir 30. Üstə gəlinsin 3'ü vuruq 3'ə 9. Üstə gəlinsin 1'i vuruq 2 2. Bərabərdir. Məxrəc qaldı 84 kimi. Sürətdəki cəmi tapırıq. 30 üstə gəl 9 elir 39. Üstə gəl 2 41. 84'də 41. Bunu da tapmış olduq. Y variantına baxırıq. Baxın. Məxrəcdə 36, 54 və 90 var. Gəlin bu ədədlərin əkobunu tapaq. Yazıram. Əkob 36, 54, 90. Hər üçünü sadə vurğulara ayırıram. 36 bölünür 2'ye 18 dəfə. 18 2'ye bölünür 9 dəfə. 9 3'e bölünür 3 dəfə. 3 də 3'e bölünür 1 dəfə. 54 bölünür 2'ye 27 dəfə. 27 3'e bölünür 9 dəfə. 9 3'e bölünür 3 dəfə. 3 də 3'e bölünür 1 dəfə. 92'ye bölünür 45 dəfə. 45 3'e bölünür 15 dəfə. 15 3'e bölünür 5 dəfə. 5 də 5'e bölünür 1 dəfə. İndi əkob tapanda gəlin birinci 36'nın sadə vurğularının hasilini yazım. Baxın buradan yazıram. 2 vur 2 vur 3 vur 3. Daha sonra 54'ün sadə vurğularından baxaq hansı yoxsa əlavə edək. 2 var, 3 var, 3 var, amma üçüncü 3 yoxdur. Bunu da əlavə etdim. Daha sonra 90 sadə vurğularından 2 var, 3 var, 3 var, 5 yoxdur. 5'i də əlavə edirəm. Bərabərdir. Hasili tapaq. 2 vur 2 4, 4 vur 3 12. 12'ni 3'e vuranda alınır 36. 36'nı 3'e vuranda 108. 108'i də 5'e vuranda alınır 540. Deməli, bu ədədlərin əkobu 540'dır. Yəni bunlar üçün ortaq məxrəc 540'dır. İndi gəlin ortaq məxrəcə gətirək. Baxın. 36'da 7 olduğu kimi yazıram. Üstə gəlinsin. 54'də 13. Çıxılsın 90'da 7. Ortaq məxrəc tapdıq ki 540'dır. Məxrəcdə yazsın 540. 540'ı bölürəm 36'ya. Alınır 15. Daha sonra 540'ı bölürəm 54'e alınır 10. 540'ı bölürəm 90'a alınır 6. İndi 15'i vururam 7'ye alınır 105. Yazıram burada. Üstə gəlinsin. 13'ü vururam 10'a 130. Daha sonra çıxmadır. Çıxılsın 6'nı vururam 7 42. Bərabərdir.
Ortaq məxrəc oldu 540. İndi sürətdəki ifadəni hesablayıram. 105 üstə gəl 130 alınır 235. 235-dən də çıxıram 42-ni. Alınır 193. Belə. Bu ifadənin də qiymətini tapdıq. İndi davam edək. Sonuncu varianta baxaq. Baxın, məxrəclər müxtəlifdir. 35, 42, 70. Ortaq məxrəci gətirmək üçün təbii ki, bu ədədlərin əkobunu tapmalıyıq. Əkob 35, 42, 70 bərabərdir. Hər üçünü sadə vurğulara ayıraq. Baxın, 35-i sadə vurğulara ayırım. 35 5-ə bölünür 7 dəfə, 7 də 7-yə bölünür 1 dəfə. 42-ni sadə vurğulara ayırıram. 21 3-ə bölünür 7 dəfə, 7 də 7-yə bölünür 1 dəfə. 70 2-yə bölünür 35 dəfə, 35 5-ə bölünür 7 dəfə, 7 də 7-yə bölünür 1 dəfə. 35-in sadə vurğularının hasilini yazıram. 5 vur 7. 42-nin sadə vurğularından hansı yoxdur? 2 yoxdur, əlavə etdim. 3 yoxdur, əlavə etdim. 7 var, əlavə etmirəm. 70-in sadə vurğularından 2 var, 5 var, 7 var. Əlavə etmirəm. Bu hasili tapıram. 5 vur 7, 35, 35-i 2-yə vuranda 70, 70-i də 3-ə vuranda 210 alınır. Deməli, bu kəsirlərin üçün ortaq məxrəc tapdıq ki, neçə olmalıdır? 210 olmalıdır. Gəlin yazaq. Ortaq məxrəci tapandan sonra artıq hesablaya bilərik. Baxın, 35-də 4, 35, 35-də 4, baxın. İndi üzərinə gəlirik neçəni? 42-də 5-i, çıxırıq 70-də 11-i. Ortaq məxrəc tapdıq ki, bu ədədlər üçün 210-dur. İndi gəlin yazaq. 210-u 35-ə bölürük. Neçə dəfə bölünür? 6 dəfə. 6-nı burada yazıram. 210 42-ə bölünür neçə dəfə? 5 dəfə. 70-ə də neçə dəfə bölünür? Onda 70-də 11-in üzərində yazıram. Deməli 3 dəfə. Sonra 6-nı vuram 4-ə 24. Üzərinə gəlsin. 5-i 5-ə vuram 25. Çıxılsın. 11-i 3-ə vuram 33. İndi sürətdəki ifadənin qiymətini tapıram 210. 24 isə gəlsin 25. Burada alınır 49. 49-dan da 33 çıxıram, alınır 16. Belə. Davam edirik. Deməli, sonuncu tapşırığımıza baxırıq. 14 nömrəli məsələyə. Bu məsələdə deyilir ki, qiymətləndirmə zamanı eyni tapşırıqları həll etmək üçün Samir nəzərdə tutulmuş ümumi vaxtın 9-da 2 hissəsini, Elxan 15-də 4 hissəsini, Səbinə isə 5-də 1 hissəsini sərf etdi. Tapşırığı kim daha tez yerinə yetirdi? Birinci, bunu başa düşmək lazımdır ki, tapşırığı kim daha tez yetiribsə, deməli bu tapşırığı yerinə yetirmək üçün həmin uşaq daha az vaxt sərf eləyib. Daha az vaxt sərf eləyib ki, deməli tez qutarıb. Tutaq ki, biri 5 dəqiqə, biri 10 dəqiqə, biri 15 dəqiqə sərf eləyir. Deməli, daha az sərf eləyən, yəni daha 5 dəqiqə sərf eləyən daha tez bitirəcək. Deməli, biz bu 3 dənə kəsiri müqayisə eləməliyik. Bunlardan ən kiçiyi hansıdırsa, deməli, həmin şagird daha az vaxt sərf eləyib. Gəlin bu kəsirləri müqayisə eləyək. Hansı kəsirlər? 9-da 2, 15-də 4 və 5-də 1. Gördüyünüz kimi kəsirlərin məxrəcləri müxtəlifdir. Məxrəcləri müxtəlif olan kəsirləri müqayisə etmək üçün də biz bu kəsirlərin məxrəclərini bərabərləşdirməliyik. Yəni, kəsirləri ortaq məxrəcə gətirməliyik. Kəsirləri ortaq məxrəcə gətirmək üçün məxrəclərin əkobunu tapırıq və məxrəcləri əkob ilə əvəz edirik. Baxın, yazıram, məxrəclər hansılardır? 9, 15 və 5. Bu ədədlərin əkobunu tapıram. Bunun üçün də hər bir ədədi sadə vurğulara ayırıram. 9 3-ə bölünür 3 dəfə, 3 də 3-ə bölünür 1 dəfə. 15 3-ə bölünür 5 dəfə, 5 də 5-ə bölünür 1 dəfə. 5 5-ə bölünür 1 dəfə. Sadə vurğulara ayırdım. İndi gəlin buradan əkob tapaq. 9-un sadə vurğularının hasilini yazıram. 3 vur 3. Baxıram 15-dən hansısa yoxdursa
əlavə edərəm. Baxın 15-in sadə vurğuları 3 və 5-dir. 3 var amma 5 yoxdur. 5-i də əlavə etdim. 5-in sadə vurğu ilə 5-dir. 5 də burada var deyə əlavə etmirəm. İndi bu hasili tapıram. 3 vur 3 9, 9-u 5-ə vuranda alınır 45. Deməli, bu ədədlərin əkobu 45-dir. Yəni bunlar üçün ortaq məxrəc neçədir? 45-dir. İndi gəlin yazım. Hər birinin məxrəcinə 45 yazıram. 45, 45. İndi birinci kəsrin məxrəci 9 idi. 9-u neçəyə vurmuşuq? 45 alınıb 5-ə. Deməli sürəti də həmin ədədə vurmalıyıq. Yəni 2-ni də 5-ə vurmalıyıq. 2-ni 5-ə vuranda alınır 10. Daha sonra ikinci kəsrə baxırıq. Məxrəc 15-dir. 15-i neçəyə vurub 45 alıb 3-ə. Deməli sürəti də, yəni 4-ü 3-ə vurmalıdır. 4-ü 3-ə vuranda alınır 12. Üçüncü kəsrə baxaq. Məxrəc 5-dir. 5-i 9-a vurub 45 alıbsa, deməli sürəti də 9-a vurmalıyıq. Bir dəfə 9 alınır 9. Belə. İndi məxrəcləri bərabər olan 3 dənə kəsir aldıq. Bunlardan gəlin müqayisə edək. Baxın, bunların ən kiçiyi hansıdır? Biz bilirik ki, kəsirlərin müqayisəsindən bilirik ki, məxrəcləri bərabər olan kəsirlərdən sürəti böyük olan kəsir böyük, kiçik olan kəsir kiçik olur. İndi sürəti kiçik olan 9-dur. Yəni 45-də 9-dur. Deməli, ən kiçik kəsirimiz 45-də 9-dur. Daha sonra kiçik olan 45-də 10 və 45-də 12 ən böyüdür. Belə müqayisə etdik. İndi gəlin baxaq. 45-də 9 hansı kəsirə bərabər idi? 5-də 1-ə. Bunu yaddan çıxartmayın. Deməli, ən kiçik hansıdır? 5-də 1. Daha sonra 45-də 10 hansı kəsirə bərabər idi? Birinci kəsirə, yəni 9-a 2-yə. 45-də 12 hansı kəsirə bərabər idi? 45-də 12 də 15-də 4-ə bərabər idi. Deməli, ən kiçik hansı oldu? 5-də 1. Deməli, ən az vaxt sərf eləyən hansı şagird olub? Səbinə. Çünki Səbinə 5-də 1 hissəni sərf eləmişdi. Mən də dedim ki, kim tez yerinə yetirirsə, deməli, o ən az vaxt sərf eləyib ki, tez yerinə yetirib. Kəsirlərdə müqayisə etdik, gördük ki, ən kiçik kəsir 5-də 1-dir. Deməli, ən az vaxt sərf eləyən, yəni daha tez yerinə yetirən Səbinə olmuşdur. Beləliklə, səhifə 15-dəki tapşırıqların da sonuna gəldik. Kanala abunə olub videoları bəyənməyi unutmayın. Sağ olun.